Yəni mən o suala cavab vermək istəmirəm. Yəni burada çünki sistemi tətbiq eləmək üçün sistem analiz olunmalıdır. Bugün analiz eləmək lazımdır. Məsələn, gəlin bir şey dedim. Mənim 52 yaşım var. Biz Almaniyada davamlı check-up keçiririk. Hər ildə bir dəfə minimum. Mən getdim check-up keçirtdim və dedim ki, hər şey yaxşıdır, nəfəs alıram, səhər duram. Əgər mən öz xəstəliklərimi bilməsəm ki, harada problem var, ciddi fəsadlara səbəb olacaq, düzdür? Gəlin bu fəsadları qorxmadan açıb qoyaq ortaya. Bir dövlət qurumunun rəhbəri o günü yazıb ki, video deyir, bizdə sistem var, o artıq süni intellektə hazırdır. Onların dataları 4 dənə bazası var. Mən bilirəm onu. Nə dərəcədə bunu sən deyirsən ki, biz hazırıq buna. Bugün bir çoxları tələsirlər özün göstərmək üçün biz varıq. Yox. Mən hesab edirəm ki, bugün birinci ən vacib olan məsələ analiz olunmasıdır ki, bütün qurumlarda biz hardayıq. Sonra hara getməli olacaq biz bunu bilirik. İndi onun üçün yol xəritəsi lazımdır. Və bu su çox insanlara aparacaq və insanlar bunu başa düşməlidir. Mən də hesab edirəm ki, bəzi insanlar bugün o qurumlarda işləyənlər oturub oxumaqla məşğul olmalıdırlar. Bunun üçün də şərait var.